Salam əziz dostlar. Bugün sizinlə son sualın izahına baxırıq. İmtahanda sizə bol-bol uğurlar arzulayıram. İnşallah nəticəniz yüksək olar. Biz də sevinərik. Keçək sualın izahına. Sual biraz mürəkkəb sualdır. Yəni istədim ki, müxtəlif mövzuları əhatə edən sualın izahını sizə təqdim edim ki, sizin üçün faydalı olsun. Demək, bizdən cümlə əsasında doğru fikirləri istəyir. Həmciz xəbərli sadə cümlədir. Bura qədər baxaq. Bəli, həmciz xəbərli sadə cümlədir. Niyə? Çünki Ağarəhimin üzünə baxa bilməyən də binnətdir, nəyin baş verəcəyini gözləyən də binnətdir. Ona görə həmciz xəbərli sadə cümlədir və xəbərlərin quruluşu eynidir. Niyə? Çünki feili xəbərlidir və yadınızda qalsın ki, feili xəbər həmişə sadə olur, mürəkkəb olmaz. Ona görə birinci fikir şərtimiz ödəyir. Çıxışlı hallı isim səbəb zərfliyi rolundadır. Xəcalətindən sözü isimdir, çıxışlı hallıdır və səbəb zərfliyi rolunda çıxış edir. Yer zərfliyi ismi birləşmə ilə ifadə olunub. Burada yer zərfliyi yoxdur. Feili sifət müstəqil olaraq tamamlıq rolunda çıxış edib. Baş verəcəyini gözləyirdi. Bax, burada feili sifət yox, feili sifət tərkibi tamamlıq rolunda çıxış edib. Yəni müstəqil deyil. Xüsusi isimlərdən biri müstəqil cümlə üzvüdür. Binnət xüsusi isimdir və müstəqil şəkildə cümlə üzvüdür. Ona görə cavab olar A bəndi.